Bildiyiniz kimi bugün 9-cu sinif OTK sınaq imtahanı olub və istəyirəm o imtahan suallarını sizə izah edeyim. 56-cı sual bizdən soruşur, deməli, definition. Feeling sure about yourself and believing you can do things well. Sənə əmindir, sənin barədə arxayındır, daha doğrusu özün barədə arxayınsan və inanırsan ki, sən yaxşı eləyə bilərsən nələrisə. Deməli, bu confidence-dır. Yəni, nə deməkdir confidence? Özünə inam. 57-ci sual. Bir dəqiqə. 57-ci sualda bizdən ismin yəlialını soruşur. A variantında ümumiyyətlə ismin yəlialı yoxdur. B variantında to ilə cəm olar friend təkdədir. C variantında əllər, hərənin ayrı-ayrı əlləri var, ikisində də apostrof S olmalıydı. D variantında isə FU ilə cəm olar bird təkdədir. Doğru cavab Y. The scientist research, alimlərin tədqiqatı. 58-ci sualda there is-dən sonra sayılan tək isim gələndə EN artiklı işlənər. Answer saitlə başladığına görə N. Research-də samitləndi, N olmaz, D variantı. Həm də research burada məlumdur. Deməli, alimin, tədqiqatçının iddiasını dəstəkləmək üçün bir cavab var. 59-cu sual bizdən cəm isimlər soruşur. Elə cümlə seçək ki, orada cəm isim olsun. A-da scenery tək, B tək, C variantı, series sözü cəmdə. Doğru cavab C. 59-u dedik. 60-cı sualda relationship, əlaqə, sinonimi, connection, əlaqə. 61-ci sualda compound, mürəkkəb isimlər. Resilience getdi, competition development, behavior-ını pozduq. Doğru cavab D variantı. Backpacking, timetable, 7-dəki environment sözü pozur. 62-ci sualda explanation sözü cəmdədir deyə 2, 3, A variantı. 63-cü sual yenə yəlyal, elə bir düz mühəndislərin projekt layihəsi. B variantında this-lə cəm olar actor təkdədir. C-də those-lə cəm olar student təkdədir. D-də təkcə belə apostrof yoxdur. Y-də this-lə tək olar buildings cəmdədir. Səhvdir A. 64 uncountable, sayılmayan isimlər. Car pozur sıranı. Book, computer pozur. Notebook pozur və cat pozur. Doğru cavab D. V-də hava. Furniture, mebel və wisdom, ağıl, müdriklik. Doğru cavab D. Və belə saxlaya bilərəm, əgər ekranı screen etmək istəyirsinizsə. Növbəti səhifə. 65. Rahat bir artikel testi. Denial is sifətin üstünlük dərəcəsi ilə D, dünya sözü ilə D, the longest river in the world. 66. Definitionlar, be fluent in, səlis olmaq, yəni 1B. Essential, vacib, very important, necessary, 1B, 2A. 3C. Connected, əlaqəli, yəni linked, related. 67. Tək isimlər olan cümləni seçməli. Centers pozdur, B düz equipment. C-də giz pozur, D-də oxen pozur, Y-də newcomers pozur. 68. Antonimlər. Rapid, fast, sürətli, sinonimdir. Large, tiny, böyük, balaca, doğru. Brave, cəsur, courageous, cəsur, sinonimdir. Cheerful, şən, gümrah, şad, sorrowful, kədərli, antonimdir. Intelligent, ağıllı, smart, ağıllı, sinonimdir. Doğru cavab 2-4. 69-cu sual, short textlər. I am writing to inform you that our school choir will visit your music center next Friday. Yazaraq bildirmək istəyirəm ki, məktəbimizin xor dərnəyi gələn Friday sizin musiqi mərkəzinə gələcək. Friday. The students are excited. Tələbələr
nəyə həyəcanlıdırlar? Musiqi alətlərini görsünlər və musiqinin tarixi barədə öyrənsinlər. Çox şad olardıq əgər siz short, qısa workshop təşkil eləsəydiniz. Xanım Lane Mr. Harris'e yazıb. Xanım Lane Harris'i dəvət eləmir, yox, ona yazıb. Xanım Lane xahiş edir ki, to organize a small workshop. Doğru cavab B. C-də mahnı oxumaq söhbəti yox, musiqi alətlərini görmək və tarixini öyrənmək. Monday yox, olmalıydı Friday və Mr. Harris yazmır, Lane. Xanım Lane Mr. Harris'e yazır, doğru cavab B. 70'də Dear Miss Parker, Xanım Parker, my son David is currently attending art painting class at your studio. Oğlum sizin studiyada rəssamlığa gəlir, amma təəssüf ki, due to moving to another city. Başqa şəhərə köçdüyümüzə görə o da davam eləyə bilməyəcək dərslərinə. Please let me know how to get a certificate. Necə sertifikat ala bilərəm? Dərslər üçün ki, he has already completed. Artıq bitirib, əvvəlcədən təşəkkürlər. Deməli, oğlu başqa şəhərə köçdüklərinə görə oğlu kursu yarımçıq dayandırır, amma getdiyi dərslər üçün sertifikat istəyir ki, görünür gedəcəyi şəhərdə kursu qaldığı yerdən davam eləsin. A variantında xanım Brown oğlunun yeni kursa başlamaq gələn ay belə şeylər yoxdur. Davam eləməyəcək artıq kursu və yaxud başqa şəhərə ümumiyyətlə köçəndən sonra davam eləyəcək, biz onu bilmirik. Yəni, mətndə o barədə məlumat yoxdur. Başqa şəhərə köçəndən sonra davam eləyəcək, yoxsa yox. Xanım Brown xahiş eləyir ki, to give information about the certificate for finished lessons. Bəli, bitmiş dərslərə görə sertifikat vermək barədə məlumat xahiş eləyir. How to get. Necə ala bilərəm sertifikatı C. D variantında artıq bitirib yox. Xanım Brown istəyir ki, təxirə salsın, belə şey yox idi, C. 69B, 70C və 71. Aprelin 24-ü, aprelin 5-i 2024-cü ildə London Library elan eləyib ki, free reading sessionlar, pulsuz oxu sessiyaları təklif edir uşaqlar və gənclər üçün hər 6-cı gün. Sessiyadan bir həftə əvvəl də sosial media və qəzetlərdə bu barədə paylaşılıb. Uşaqlar da gələndə özləri ilə sevimli kitablarını gətirməlidirlər və onu ucadan oxuya bilərlər könüllülərlə. Yalnız adults, yaşlılar dəvət edilir. Xeyr. Kitabxana uşaqlardan xahiş edir kitablarını gətirsin. Doğru. C-də kitabxana əvvəlcədən elan paylaşıb bir həftə öncədən. Hər gün yox, hər Saturday olacaq. Pul ödəməlidirlər, yox, pulsuzdur. B. Və mətnimiz Time kəşfiyyatı barədədir. Azərbaycanda da məşhurdur, geniş yayılıb, həmçinin dünyada da. Nə ilə bilinir? Strong smell, güclü qoxusu və deməli, sağaltma xüsusiyyətləri ilə. Azərbaycanda əsasən harda bitir? Dağlarda, xüsusilə də quru və günəşli yerlərdə. People can find it in place like. Necə yerlərdə tapa bilərlər? Qərbi Qafqazlarda və Talış dağlarında. Məşhur mərkəzlərindən biri də Naxçıvan dağlarıdır. Haradakı bu xüsusi aroma Azərbaycan mədəniyyətini, deməli, with special aroma, hansı ki onun xüsusi aroması Azərbaycan mədəniyyətində onu sevdirir. Bitki deməli balacadır. Balaca purple və pink gülləri var. Balaca yaşıl yarpaqları var, qısa. Qoxusu tündür, güclüdür, təzədir, təravətlidir. Çox adam onu çayda və yeməkdə xoşlayır. Thyme, yəni kəkliyotu, həmçinin soyuq dəyməni sağaltmada istifadə edilir. Sore throats, boğaz ağrısı, even stomach problems, qarın mədə ağrılarında. Havanı təmizləmək üçün yaxşıdır, adamı sakitləşdirir. Müxtəlif növləri var. Rənginə, qoxusuna, harda bitməyinə görə qruplaşdırılır, seçilir. The best quality. Amma ən yaxşı növü isə, ən yaxşı keyfiyyətli kəkliyotun Clean Mountain smelli var, yəni təmiz dağ qoxusu və parlaq gülləri.
fermerlər və bu ot satanlar qurudurlar onu diqqətlə ki, o təsiri gücü qalsın. Bugün təkcə evlərdə yox, istifadə edilmir, həmçinin aptek və herbal shoplarda da satılır. Keçək indi suallara. 72. Time is used to treat health problems. Doğrudur, sağlamlıq problemlərində kömək eləyir və ehtiyatla qurudurlar ki, öz gücünü saxlasın. 1-3. 2-də, yaş və soyuq yerlərdə yox da, bitir, deməli, quru və günəşli yerlərdə. 4-də də yarpaqları uzun və darkdır, əksinə yarpaqları short, qısadır. 73. The best quality. Best quality-yə aid xüsusiyyətlər nə idi? Clean mountain smell and bright flowers. Yəni, 1, bright color clean smell və 3 mountain söhbəti D. 74-də passage nə barədədir? Resept yox, niyə insanlar yetişdirir yox, müxtəlif növlər yox, yəni bir növ, yəni məşğul ot bitkisi və onun xüsusi istifadələri, yəni kəkli otudan danışdı, istifadələrindən də danışdı, soyuq dəymədən xəstəliklərdən tutmuş, çay, içkilərdə, yeməkdə, havanı təmizləmək və s. 75. Niyə Azərbaycanda məşhurdur Azərbaycan mədəniyyətində? Buralarda da deyirdi onu. Strong smell və healing property'si var. Qoxusuna və sağlamlıq faydalarına görə. Və 76-ya keçək. Hansı yanlışdır? Yalnız Talış dağlarında bitir, yox. Deməli, Naxçıvanda da bitir, Qərbi Qafqazda da və s. Satılır farmasidə, deməli, düz. Böyük yarpaqları və sarı, böyük güllər və sarı yarpaqları var. Bu da yanlışdır. Doğru cavab 2, 4. Çayda istifadə edilir, hə? Farmasidə, herbal shopsda, hə? Dinləməmiz, bizə belə bir dinləmə vermişdilər. Mən indi dinləmənin sizlə mətin versiyasını paylaşım. Bəli, belə yerləşdirə biləcəyik bunu bura. Ad verməyə sonra baxarıq. 78-ci suala baxaq. 78-də bizdən soruşurdu ki, aha, 78-də soruşur ki, teenagerlər cyclingdən zövq alırlar velosiped sürməkdən. Çünki qulaq asmadan da yazmaq olardı, amma mətnin yerini tapaq. Cycling, which is good for their health, deməli 1, allows them to explore their neighborhoods and new parks. 2, 1, 2, doğru cavab nə olur? D. 79-da, 79. Hansı activity balans və səbir yaradır? Some young people choose surfing. It's exciting, keeps them active and also teaches balance and patience. Onda deməli surfing imiş. True, false, art class can reduce stress. Art dərsləri stressi deməli azalda bilər. Bəli. Bəzi yeniyetmələr art dərslərə qoşulurlar və bu stressi azaldır. Deməli, bir truymuş. Teenagerlər gələ bütün vaxtlarını yatmaqla keçirsin. Məntiqlə də o səhvdir. Mətnin birinci cümləsində dinləyərkən eşitməliydiniz wisely-ni, ona görə false. Könüllü bizə responsibility and kindness öyrədir. Bəli, bunu da sonlarda deyirdi ki, responsibility və başqalarına kömək eləmək, yəni kindness öyrədir. True. Kitab oxumanın heç bir faydası yoxdur. Bunu heç qulaq asmadan da yaza bilərdiniz. False. Deməli, doğru cavab olmalıydı. 1, true'lar, 1, 3 true, 2 və 4 false. Bunu da belə eləyim, ola bilsin ki, screen etmək istəyirsiniz. Dinləmə bu cür idi. Deməli,
77-ci sualımız qaldı ki, nə barədə idi? Gördünüz də, cyclingdən danışır, surfingdən, art classes, reading books, volunteering, könüllülükdən. Deməli, müxtəlif növ free time aktivitetləri və onların faydaları 77-yə. Və writingimiz. Bizə belə bir şəkil verib. Mən onu hazırlamışam sizin üçün Word-də. Şəkilə baxmalıyıq. Ardıcıl formada 35 ən azı sözlə şəkil barədə danışmalıyıq, təsvir verməliyik. Hazırlamışam sizə bir 3 versiya. Birincisi onu deyim ki, yaxşı olar ki, obrazlara ad verəsiz. Yəni, obrazlara ad vermək önəmlidir. One morning, bir səhər, Tom met a new student. Tom yeni bir tələbə ilə, şagirdlə qarşılaşır. In front of the school building. Məktəbin həyətində. They greeted each other. Bir-birini salamlayırlar. And quickly became friends. Və dost olurlar. The other boy's name was Nick. Digər oğlanın adı Nick idi. After school, dərsdən sonra, they decided to have lunch. Qərara gəlirlər ki, lunch etsinlər. They also invited their classmate Jane. Onlar sinif yoldaşı Jane'i də dəvət edirlər. During lunchtime vaxtı, they enjoyed a lively conversation while eating. Yemək yeyərkən belə əla bir söhbətdən də zövq alırlar. Later, sonra, the friends decided to go to the library to study. Qərara gəlirlər ki, kitabxanaya gedib dərs oxusunlar. They helped each other with their lessons. Dərslərində bir-birlərinə kömək edirlər. And shared ideas və ideyalarıyla. It was a great day for all of them. Bu bir versiya. Screen eləyə bilərsiniz, saxlayaq. İkinci versiya. Biraz daha sadə. One morning, bir səhər, və yaxud bunu biraz uzun formada da verə bilər. It was a sunny morning day. Günəşli bir gün idi. Ya da sadəcə one morning, Tom saw a new student in front of the school. Tom məktəblərinin yanında nə edir? Yeni bir şagird görür. Ya da əgər istəyirsinizsə daha geniş yaza bilirsinizsə, it was a sunny morning day. When Tom went to school, he met a new student in front of the school. O məktəbə gedərkən, məktəbin qabağında yeni bir şagirdlə qarşılaşır. Daha sadə versiyada, he went to him, oğlana yaxınlaşır, and they became friends. Və dost olurlar. The other boy's name was Nick. Oğlanın adı Nick idi. Bunu daha geniş vermək istəsəz, he went to him and asked his name. The boy's name was Nick. Oğlanın adı Nick idi. The new friends went to school. Və yaxud went to join lessons. Went to attend lessons. Və yaxud sadəcə attended school. İkinci şəkilə sadə də keçid eləyə bilərik. After school, məktəbdən sonra, they had lunch with their classmate Jane. Onlar sinif yoldaşları Jane-lə nahar etdilər. Ya da after their lessons finished, dərsləri bitəndən sonra, they decided to have lunch and they also invited their classmate Jane. Daha geniş versiya. During lunchtime ərzində, they had a nice conversation. Onlar gözəl söhbət elədilər. Ya da daha geniş, during the lunchtime, they not only ate and drank something, but also talked about different things. Onlar təkcə yeyib içmədilər, həmçinin fərqli şeylər barədə danışdılar. Üçüncü şəkil, later, sonra, the friends decided to go to the library to study. Uşaqlar qərara gəlirlər ki, kitabxanaya oxumağa getsinlər. They read books, kitab oxuyurlar, did homework, ev işlərini elədilər, and helped each other. Bir-birlərinə kömək elədilər. It was a great day for all of them. Onların hamısı üçün əla gün oldu. 3 nəfər olduqlarına görə iki adın yerinə one another vermək daha yaxşı olar. Bu sadə versiyadır. Təxminən 60 sözdən ibarət.
Burada isə sonluğu belə bitirə bilərik. Daha doğrusu üçüncü şəkli belə verə bilərik. After finishing their lunch, lunchlarını bitirəndən sonra the friends hurried to the library. Dostlar kitabxanaya tələsdilər. Hətta the three friends. They read books, did homework, and helped one another. It was a great day for all of them. Yəni, daha geniş versiya, 3 yazı hazırladım, skrin eləyə bilərsiniz. Bu biri, ən sadə versiyası. Bu, orta versiya. Bu isə nisbətən geniş versiya. Uğurlar hər birinizə.